Müharibənin 5-ci həftəsi. 4 il əvvəl bu zamanlar dünya başqa müharibənin statistikasını aparırdı. Rusiya Ukraynaya hücum edəndə savaşın tezliklə bitəcəyini düşünərək günləri sayırdıq. Sonra günlər həftələri və ayları, aylar illəri əvəzlədi. Amerika Birləşmiş Ştatlarının İranla müharibəsi başlayanda da çoxları bunun heç bir ayı keçməyəcəyini düşünürdü. Artıq savaşın 2-ci ayındayıq. Tarix sanki eyni ssenarini başqa aktyorlarla yenidən səhnəyə qoyur. Bilmirəm, onları müqayisə etmək olar, yoxsa yox. Amma mənə görə indi Donald Trump Ukraynada müharibəni tez zamanda bitirəcəyini düşünən Putini xatırladır. Bir il əvvəl 24 saata Rusiya-Ukrayna müharibəsini bitirməyə hədəfləyən Donald Trump bir il sonra yaxın şərqdə hələ ki sonu görünməyən müharibə başladı. Hakimiyyətə gələndə şüarı belə idi: hər şeydən əvvəl Amerika. Ölkəsini gələcək münaqişələrə cəlb etməməyi vəd edirdi. Amma 2025-ci ilin iyununda Birləşmiş Ştatlar İsraillə birlikdə İrana qarşı 12 günlük müharibədə iştirak etdi. Həmin vaxt Trump iddia edirdi ki, Amerika İranın nüvə obyektlərini tamamilə məhv edib. 2026-cı il başlayan kimi Birləşmiş Ştatlar Venezuelada hakimiyyəti dəyişdi. Qışın son günü fevralın 28-də isə İsraillə birlikdə yenə İranla müharibəyə başladı. Bəlkə də bütün bunlara görə Donald Trump dünyadan alqış gözləyirdi. Gördüyü isə daha çox tənələr oldu. Uzun müddətli olması planlaşdırılmayan müharibə 6-cı həftəsinə qədəm qoyub. Trumpın bu savaşı necə və nə vaxt bitirəcəyi hələ də çox qeyri-müəyyəndir. Axios nəşrinin hesablamasına görə təkcə mart ayında Donald Trump düz 12 dəfə müharibənin tezliklə bitəcəyini deyib. Bəlkə də bununla Amerikalıları sakitləşdirmək istəyib. Çünki onları ən çox ölkədə benzinin bahalaşması narahat edir. Üstəlik Amerikalı hərbçilərin növbəti uzaq müharibəyə göndərilməsi elə bir müharibə ki, hər kəs oradan sağ qayıtmaya bilər. Amerika Birləşmiş Ştatları və İsrailin İranla müharibəsi başlayanda savaşın məqsədlərinə dair bir çox fikir səslənirdi. İranın nüvə və raket proqramlarının məhvindən tutmuş rejim dəyişikliyinə qədər. Lakin bu məqsədlərin heç biri heç vaxt əsas məqsəd kimi səslənmədi. İstədiyinə nail ola bilməyən Donald Trump sonra yeni məqsədini açıqladı: İran neftinə nəzarət. Amma neftə də, Hörmüzə də hələ ki İran özü nəzarət edir. İsrailə və ərəb ölkələrinə zərbələri davam etdirir, Vaşinqtonun hədələrinə də məhəl qoymur. Lakin İran üçün mənzərə bulanıqdır. İmkanları ciddi şəkildə zəifləyib, liderləri öldürülüb, raket proqramı və müdafiə bazası geriliyib, iqtisadiyyatı isə daha da çökə bilər. Savaş bitəndən sonra bu ölkənin nəyin gözlədiyi də hələ ki qaranlıqdır. Üstəlik Donald Trump xəbərdarlığına əməl etsə, bir neçə saatdan sonra İran bütünlüklə qaranlıqda qala bilər. Bu qaranlıqdan aydınlığa kim necə çıxacaq? Trump geri çəkiləcək, yoxsa özünün dediyi kimi İranı daş dövrünə qaytaracaq? İran Amerika Birləşmiş Ştatları ilə danışıqlar aparır. ABŞ öz-özü ilə müzakirə aparır. İran rejiminin yeni lideri ağıllı biridir. Az əvvəl Amerika Birləşmiş Ştatlarından atəşkəs tələb etdi. Hazırda ABŞ ilə aramızda hər hansı bir müzakirə yoxdur. Var, yoxsa yox. Söhbət ABŞ ilə İran arasında danışıqlardan gedir. Günlərdir dünya bunu anlamağa çalışır. Trump İranın atəşkəs istədiyini deyir. İran Trumpın iddialarını təkzib edir. Tərəflərin bir-birinə zid açıqlamalarının səbəbi nədir? Uzun müddətli müharibə nə Amerika Birləşmiş Ştatları üçün lazımdır, nə İsrail üçün, nə də ki İran üçün lazımdır. Və məhz buna görə də Amerika Birləşmiş Ştatları müharibəni saxlamaq istəyir. Artıq 2 həftədir ki, Trumpdan ziddiyyətli açıqlamalar gəlir. Amerika prezidenti gah İranda müharibənin tezliklə bitəcəyini deyir, gah da davam edəcəyini. Tehrana bir gün danışıq şansı verir, ertəsi gün çox güclü zərbələrlə hədələyir. Amerika prezidenti bu həftə xalqa 19 dəqiqəlik müraciətində də fərqli nəsə demədi. Sosial şəbəkə paylaşımlarındakı fikirlərini təkrarladı. Bu dəfə İranı həm də daş dövrünə qaytaracağı ilə hədələdi. Növbəti 2-3 həftə ərzində onlara olduqca ağır zərbələr endirəcəyik. Onları aid olduqları daş dövrünə geri qaytaracağıq. Lakin Trump İranla müharibənin nə vaxt bitirəcəyinə cavab vermədi.
Trampın qeyri-dəqiq açıqlamaları onun bu müharibədə çıxılmaz vəziyyətdə olduğu təəssüratını yaratdı. ABŞ hazırda çıxılmaz vəziyyətdədir və oradan çıxa bilmir. Çünki ABŞ bütün qoşunlarını yaxın şərqdən çıxarsa və ya sadəcə döyüşməyə dayandırsa belə, düşünürəm ki, İran döyüşməyə, təxribatlar törətməyə və Hörmüz boğazını qapalı saxlamağa davam edəcək. O, Körfəz qonşularına hücumlarını davam etdirəcək. İsrail də müharibəni dayandırmayacaq. Beləliklə, Trump hazırda İranla müharibədə dalandadır. Qlobal iqtisadiyyatın döyünən ürəyi Hörmüz boğazı hazırda iflic vəziyyətdədir. Tehran boğazı bağlayaraq qlobal bazarı girov götürüb və müharibənin əvəzini dünyaya ödədir. ABŞ və İsrail gəmilərinə isə keçid tam bağlıdır. Nəticədə qlobal bazarda neftin bir bareli 108 dolları, ABŞ-də isə benzinin qiyməti son 3 ildə ilk dəfə 4 dolları keçib. Lakin Trump narahat görünmür. Əksinə, yeni məqsəd kimi İran neftini vurğulayır. Biraz daha vaxt olsa biz asanlıqla Hörmüz boğazını açar, nefti ələ keçirə və böyük sərvət qazana bilərik. Dünyanın ən böyük neft istehsalçılarından olan Rusiya və Səudiyyə Ərəbistanını belə geridə qoyan ABŞ-nin İran neftinə doğrudanmı ehtiyacı var? Təhlilçilərin fikrincə, Vaşinqtonun əsl hədəfi İran nefti yox, bu vasitə ilə vurulacaq Çin iqtisadiyyatıdır. Amerika Birləşmiş Ştatları əgər bütün bunlara nail ola bilməyəcəksə, onda Çinin də və o cümlədən İranın özünün də bu neft potensialından istifadə etməyin qarşısını alacaq. Bu da hansı yolda olacaq? Bu da İranın ən böyük neft emalı zavodlarını və Hark adasının bombalanması, dağıdılması ilə əldə oluna bilər. Saatlı bomba isə aprelin 6-sında partlaya bilər. Trump ötən gün İrana ultimatumunu təkrarladı. Mən İrana razılaşma əldə etmək və ya Hörmüz boğazını açmaq üçün 10 gün vaxt vermişdim. Vaxt tükənir. Onların üzərinə cəhənnəm çökməsinə 48 saat qalıb. Trump ilk dəfə İrana Hörmüz boğazını açmaq üçün 48 saatı martın 21-də vermişdi. Əks təqdirdə İranın ən böyük elektrik stansiyalarını məhv edəcəyini bildirmişdi. Lakin sonradan vaxtı uzatmışdı. Analitiklərə görə İranın qaranlığa qərq olunması bütün regionu qaranlıqda qoya bilər. Bu isə Vaşinqtonun məqsədlərinə xidmət edir. Amerika Birləşmiş Ştatları Hark adasını dağıdır. Orada İranın neft idxalını, ixracını aradan qaldırır və İran da öz növbəsində yaxın şərqdə olan Körfəz ölkələrinin neft emalı müəssisələrini sıradan çıxarır. Deməli, Amerika Birləşmiş Ştatları prezidenti Trump və İsrailin bu müharibəyə başlamaqda nəyə nail olurlar? Bunlar yaxın şərqi bir neft bazası kimi, neft emal edən böyük bir məntəqə kimi, region kimi aradan çıxmasına nail olurlar. ABŞ və İsrailin İrana güclü zərbələri və bu ölkədə dağıntılar artıq adi hal alıb. ABŞ-nin hər hansı itkisi isə gündəm yaradır. Bu həftə İran Amerikaya məxsus F-15 qırıcısını vurdu. Bəzilərinə görə bununla ABŞ-nin tam hava üstünlüyünə nail olunduğu fikirləri sarsılıb. Trump güc tətbiq etməyə başlayanda iki ehtimal olunan ssenariyə inanırdı. Bir, məhv etmə, uğur qazanan kimi rejimin çökməsi. Bu baş vermədi. İki, Venezueladakı Delcy Rodriguez kimi birini tapacağı və həmin şəxsin hakimiyyəti ələ keçirərək ABŞ-nin hər dediyinə əməl edəcəyi. Bu da baş vermədi. Variantlar tükəndikdən sonra Trumpın əlində aydın siyasi hədəf qalmadı və o nə edəcəyini bilmədi. Nəticədə hədəflər sırf hərbi xarakter almağa başladı. Bəs bir aydan çoxdur davam edən müharibədə hazırda İran hansı vəziyyətdədir? Bu ölkə ali rəhbərindən tutmuş ən nüfuzlu şəxslərinə qədər bir çox liderini itirib. Ölkənin raket və nüvə obyektləri, hərbi və mülki infrastrukturu dağıdılıb. İqtisadi böhran isə dərinləşib. Yəni zərər həddən artıq çoxdur. Amma bütün bunlara baxmayaraq Tehran geri çəkilmir. İran müharibəni bitirmək istəmir. İrandakı rejim vaxtın onların xeyrinə işlədiyini düşünür. Çünki İranın qalib gəlməsi üçün sadəcə sağ qalması, Hörmüz boğazını bloklayaraq qlobal bazarları sarsıtması və qonşularının infrastrukturuna hücum etməsi kifayətdir. Tehran rejimi bilir ki, müharibədəki nəticələrlə Trump və onun partiyası ABŞ-də noyabrda keçiriləcək aralıq seçkilərdə üzləşəcək. Əgər onlar qalib gəlməsələr, Trumpın siyasi irsi ciddi təhlükə altına düşəcək. Beləliklə, Trumpın anonsunu verdiyi gizli danışıqlar hələ ki işə yaramır. Pakistanın vasitəçilik səyləri də nəticə vermir. Bəs hazırda tərəflərdən hansı qalibiyyətə daha yaxındır?
Tərəflərdən heç biri özünü məğlub hesab etməyəcək. Amma tərəflərin hər ikisi də müəyyən qədər ziyana düşür. Amerika Birləşmiş Ştatlarının düşdüyü problemlər göz önündədir. İsrailin şəhərlərinin dağılması göz önündədir. İranın viran qalması göz önündədir. Yəni burada mən düşünürəm ki, vəziyyət belə də bitəcək. Trampın Tehrana verdiyi vaxt isə bir neçə saatdan sonra bitir. Savaşın 6-cı həftəsində nə baş verəcək? Tramp vəd etdiyi cəhənnəmi yaşadacaq, yoxsa ultimatumu tarixin ən böyük siyasi blöflərindən biri kimi qalacaq? Tehran rejimi məğlub olacaq, yoxsa İran yıxılsa da durmağı bacaracaq? Bu sualların cavabını hələ heç kim tam təxmin edə bilmir.